Herkese selam dostlar. Bugün sizlerle bir yerde yepyeni bir videoda karşınızdayım. Bugün sizlerle bir yerde Minecraft Survival serisi çekirik. Bu kanalda ilk video olduğuna göre sizden maksimum dəstək gözləyirəm. Bu videonun davamı üçün en az 5 bəyəni gəlsin. İlk önce ağacı qırmaqla başlayaq. Bu arada dostlar, kanala abone olup videoları beğenmeyi unutmayın. Sizin dəstəyiniz çox vacibdir. Bu arada telefon videolar çəkdiyimə görə oyunda kasmalar ola bilər. Buna görə qabaqcadan sizdən üzr istəyirəm. Yəni bildirmək istədiyim. Videolara axıra qədər baxmanız xahiş olunur. İndi isə envanterimizi səliqəyə salıb taş toplamağa gedərik. Taş toplamağa gedək. Əvvəlcə bu ineyi öldürək. Bu arada dostlar, animasiya modu necədir? Fikirlərinizi yorumlarda gözləyirəm. Mənim də heç cür bu yandan xoşum gəlmir. Amma neyiniyək? Bu yanda doğulduğumuza görə bu yanda davam edək. Sonra zaman keçdikcə biyomu dəyişərik. Neysə, gedək. Baxaq, su burada, deməli. Buradan bir çakıl bizə lazım olan köydə və yaxud da dəmir zat tapsaq götürüb istifadə edərik. Çakmaq daşı düzəldərik. Buradan özümüzə 9 dənə daş qazaq. Taş alətlər ürətək. 6, 7, 8, 9. 10'uncunu da götürək hər ehtimala. Bu qədər. İndi isə yuxarı çıxıb alətlərimizi düzəldə bilərik. Bir kılıç, balta, kazma, bir də kürək düzəldəcəm. Balta, kazma hazır, qılınc hazır. Kürək üçün isə çubuğumuz yetmədi. Çubuğu da düzəldək. Və budur. Artıq kürəyimiz də hazırdır. İndi isə kazma, köhnə kazmanı atdıqdan sonra envanteri səliqəyə salırıq. Əşyaları düzgün slotlara yerləşdiririk. Daha sonra isə gedib özümüzə bir balaca da olsa yeni başladığımız üçün bir ev tapaq, ev quraq. Deməli, dostlar, bura qədər gəlmişsə kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Bu videonun davamı üçün isə 5 like atsaz, hələlik 5 like atsaz bəsdir. 5 like da bu videonun yeni bölümü, yəni yepyeni survival serisinin ikinci bölümü gələcək. Animasiya modu mənim çox xoşuma gəlir. Sizcə necədir? Animasiya modu yüklənmə qaydası kanalda var. Baxıb yükləyə bilərsiniz. Məncə biz buradakı adaya, balaca adaya yerləşə bilərik. Həm də
bizim üçün rahat olar. Buradan ilk öncə ağacları rədd eləyək. Ağacları buradan soğuraq, süpürək. Deməli, belə işlər. Bu son ağacı da qıraq. Dostlar, yenə də deyirəm, mən telefonla video çəkdiyimə görə donma çox ola bilər. Donma ya telefon özündən, çünki mənim telefonumun RAM azdır ona görə. Özündən ya da qoşduğum 2 moddan birindən ola bilər. Buna görə sizdən əvvəlcədən üzr istəyirəm. Bu animasiya modundan donma fikirləşmirəm. Buna görə donmasını fikirləşmirəm. Mən bir dənə də mod atmışam. Bu dünyada hal-hazırda 2 mod var. Biri bu Actions and Stuff, yəni bu animasiya modudur. Digəri isə meşale əldə tutan zaman ətrafı aydınlatmasıdır. O moddur. Bedrock Force səhifəsindən yükləmişəm bunları. Deməli, buranı ilk öncə təmizləyək və başlayaq. Evin hündürlüyünü çox yox, 3 uzağı 4 blok edəcək. Arasını isə 4 blok genişliyində quracağım. Çox böyük ev olmayacaq. Yeni başladığımıza görə balaca ev tikəcəm. Sonra isə yaxın zamanlarda isə təzə bölümlərdə evi böyüdərik. Farmlar tikərik, nə bilim. Tarım qurarıq. İndi ona baxarıq da. Dostlar, bu arada mənim ikinci kanalım olan, ikinci və ən əsas kanalım olan Just Maga kanalına da keçib abunə ola bilərsiniz. Ona da dəstək olsa sevinərəm. Bu mənim ikinci kanalımdır. Hər iki kanalda da hər iki kanal aktivdir. 2000 years later. Hesabı videolar kəşfiyyata düşmədiyinə görə yeni hesab açıb sıfırdan başlamağa qərarına gəldim. Həm də dedim, o kanal biraz fasilə versin. Dostlar, bu video bu qədər idi. Bu videonun davamı üçün 5 like gözləyirəm. Sağ olun, salamat qalın. Görüşənə qədər.